Salam dostlar. Gəlin bugün 3-cü sinif iş dəftəri səhifə 56 və 57-dəki The Super Scooter adlı mətni oxuyaq. The Super Scooter. Dostlar, scooter sözünü artıq bilirik. Scooter, scooter deməkdir. Super scooter, yəni əla, möhtəşəm, super sözü də Azərbaycan dilində işlənir. Super scooter. Today is Gabby's birthday. Bugün Gabby'nin ad günüdür. Grandpa has a gift for Gabby. Babada Gabby üçün hədiyyə var. Wow, cool gift. Thank you, Grandpa. Əla hədiyyədir. Çox sağ ol, baba. It's a scooter. Bu skuterdir. You're a lucky girl. Şanslı qızsan. Dostlar, lucky şanslı, bəxti gətirən deməkdir. Grandpa says. Baba deyir. Yəni, bu skuterdir. Şanslı qızsan cümlələrini baba deyir. Don't go too fast. Çox sürətlə getmə. Burada too dostlar, çox, həddindən artıq deməkdir. Fast sürətdir. Çox sürətdir. Don't go, getmə. Too fast, çox sürətdir. Çox sürətli getmə. Gabby is on her new scooter. Gabby öz yeni skuterindədir. Whoosh. Dostlar, whoosh. Xüsusi tərcüməsi yoxdur. Azərbaycan dilində nəsə sürətli bir şey keçəndə necə V səsi çıxardırıq. Bu da ingilislərdə bu cür ifadə olunur. Bir şey sürətlə keçəndə V, yəni vıyıldayıb keçmək sözünü yəqin ki eşitmisiniz hamınız. Maşın vıyıldadı keçdi, filan kəs yanımdan vıyıldadı keçdi, yəni sürətlə keçdi. Whoosh da ingilis dilində həmin qarşılıqdır. Whoosh Azərbaycan dilində V deyəcəyik. Now Gabby is next to the park. İndi Gabby parkın yanındadır. Baxın dostlar, bura parkdır. Gabby isə parkın yanındadır. Whoosh, yenə də V deyə tərcümə eləyəcəyik. Gabby is in front of the supermarket. In front of, qarşısında, supermarket, artıq adından görürsünüz, supermarket deməkdir. Gabby supermarketin qarşısındadır. She says goodbye to the kitten behind the bookstore. Kitten, pişik balası, bookstore, kitab mağazası, behind, arxasında, baxın, pişik kitab mağazasının arxasında gizlənib, say goodbye, sağ ol demək və yaxud da sağollaşmaq. Burada sağ ol demək kimi tərcümə edə bilərik. She, o, yəni burada Gabby'dən söhbət gedir. O, kitab mağazasının arxasındakı pişik balasına sağ ol deyir. Where is the lake? Lake göl deməkdir. Göl hardadır? Dostlar, bu da yenə də hər hansı bir səsdir. Konkret tərcüməsi yoxdur. Nəyisə bir təəccüb eləyəndə, gözəlimiz bir şeylə qarşılaşanda çıxarılan səsdir. Yəni belə bir şeylər deyə bilərsiniz. The scooter is too fast. Scooter çox sürətlidir. How do I stop? Gabby asks. Ask soruşmaq deməkdir. Necə dayanım? Gabby soruşur. Splash. Dostlar, splash yenə də hər hansı bir şeyin suya düşəndə çıxardığı səsdir. Baxın, burada Gabby suya düşür və suya düşəndə hansı səsləri eşidirik? Məsələn, şarap eşidirik, şart eşidirik. Siz nə eşitmisiniz? Müəlliminizlə necə razılaşdırmısınız? Elə deyə bilərsiniz. Məsələn, şarap, yəni suya düşdü, həmin səsi çıxartdı. Şarap. Here is the lake. Göl buradadır. It's in front of the movie theater. Movie theater, kinoteatr. In front of, bayaq dedik, qarşısında və lake, göl. Bayaq qeyd eləmişdik. O, yəni dostlar, göl. O, kinoteatrın qarşısındadır. Belə dostlar, ümid edirəm sizin üçün faydası oldu. Fikirlərinizi rəy bölməsində gözləyirəm. Have a nice day. Bye.